Hamıya salam dostlar. Ohm və Çexov qanunlarından sonra biz mövzularımıza davam edirik və bu gün gərginlik bölücü dövrəni öyrənirik. Gərginlik bölücü dövrə ardıcıl dövrə əsasında izah edilir. Şəkildən də gördüyünüz kimi 2 və ya daha artıq müqavimət bir-biri ilə ardıcıl qoşulur və gərginlik düşüşləri biz artıq Çexovun ikinci qanunundan bilirik ki, bunlar üzərində paylanır. Qida mənbəyinin gərginliyi bu elementlər üzərində müəyyən nisbətdə paylanır. Əgər dövrəyə 2 element ardıcıl qoşulubsa, bizdə rezistor nümunəsindədir və dövrədən axan cəryan ki sabitdir. Buna əsasən bu iki rezistorun birləşmə nöqtəsi, yəni ümumi olaraq ardıcıl dövrənin orta nöqtəsindən çıxan həmin bu hissənin gərginliyini biz oxusaq, ölçəsi olsaq, bu nöqtə gərginlik bölücü dövrənin orta nöqtəsidir və ya çıxış nöqtəsidir ki, V-out olaraq qiymətləndirilir. Bu nöqtədəki gərginlik müəyyən bir qiymət alır. Məsələn, nümunəmizdə hər ikisi 10 kilo ohm olduğu üçün cəryan da sabitdir. Hər iki rezistorun qiyməti də sabitdir. Ona görə də bu nöqtədə 2.5 volt gərginlik görülməkdədir. Həmin bu 5 volt 2 ədəd 10 kilo ohm rezistor üzərində bərabər şəkildə paylanır. Bu bərabər şəkildə paylanmanı daha dəqiq formada hesabat nəticəsində müəyyənləşdirmək mümkündür. Həmçinin bu nöqtədə düşən gərginlik bölücü dövrənin çıxış nöqtəsindəki qiyməti sağ tərəfdəki, yəni ikinci elementin üzərinə düşən gərginliyin qiyməti ilə eynidir. Yəni normalda bu nöqtənin qiymətini biz ölçdükdə əslində sanki bir voltmetri gətirib həmin nöqtəyə qoymuşuq kimi də fərz edə bilərsiniz. Ortadakı bu qırmızı ilə işarələnən hissə voltmetrin qırmızı probu, bu hissə isə voltmetrin qara probu olsa, nəticə etibarilə baxın bu rezistorun üzərinə düşən gərginliyin qiymətini ölçmüş oluruq. Amma birinci elementin, yəni birinci rezistorun üstünə düşən gərginliyin qiymətini ölçəsi olsa, o zaman voltmetrin qara probunu bu hissədən, qırmızı probunu isə bu hissədən yerləşdirərək həmin bunun üstünə düşən gərginliyi 2.5 voltu oxumaq mümkündür. Hər iki rezistorun əlil xüsusda baxın bu nöqtədəki gərginliyin qiymətinin, yəni R2 rezistorunun üstünə düşən gərginliyin qiymətinin nə qədər olduğunu müəyyənləşdirməkdən ötürü sadə bir hesablama həyata keçirək. Fərz edək ki, hal-hazırda cəryanın qiymətini də bilmirəm. I mənim üçün amma konstantdır. Qida mənbəyinin gərginliyi 5 voltdur. Ohm qanunundan biz bilirik ki, gərginliklə müqavimət düz mütənasibdir və ardıcıl dövrədə 2 ədəd rezistor ardıcıl qoşulub təbii ki, ardıcıl birləşmə zamanı rezistorların toplam müqaviməti R total və yaxud da R ardıcıl olaraq da yaza bilərik. Bizim üçün R1 ilə R2-nin cəmini vermiş olur. Yəni bunların da toplam cəmi 10 kilo ohm, 10 kilo ohm, 20 kilo ohm. Paralel birləşmədə isə rezistorlar paralel birləşdikdə onlar bu nisbətlə hesablanır. Və bizim dövrədə birləşmə ardıcıl forma olduğu üçün ohm qanunundan istifadə edərək cəryanı bu formada tapa bilərik. I bərabərdir U bölək R. Məhz buradakı R, baxın bu R-dir, yəni R totaldır, yəni ümumi müqavimətdir. U bizdə gərginlik mənbəyinin qiyməti olan 5 voltdur, R isə 20 kilo ohmdur. 5-i də 20 kilo ohma böldükdə cavab 25 milliamper. Artıq bildim ki, dövrədən bu qədər cəryan axır. Bir əvvəlki videomuzda Kirchhoffun ikinci qanununa əsasən hər bir rezistor üzərinə düşən gərginlik düşüşünü hesablamağı öyrənmişdik. Nəticədə birinci rezistor üzərinə düşən gərginlik U1 ilə işarələnirsə 10 kilo ohm, buraq 25 milliamper, bu da bizə verir 2.5 volt, U2 eynisi ilə 10 kilo ohm, buraq 25 milliamper, bu da nəticədə bizə verir 2.5 voltu. Və mən bilirəm ki, bu nöqtənin gərginliyi əslində R2-nin gərginliyidir. Deməli, həmin bu nöqtədə çıxan gərginlik baxın bu qiymətə əsaslanır. Ohm qanununa əsasən də gərginliklə müqavimət düz mütənasib asılılıqda olduğu üçün bu hissədə 10 kilo ohm yox. Məsələn, 1 kilo ohm müqavimət sağda 10 kilo ohm olsaydı, o zaman bu rezistor üzərinə daha az gərginlik, buna isə 5 voltun daha çox gərginliyi düşmüş olacaqdır. Gərginlik bölücü dövrənin çıxış nöqtəsindəki gərginlik konkret bir qiymətə malikdir və normalda biz düşünə bilərik ki, həmin nöqtədəki gərginliyin köməyi ilə biz
hər hansısa bir dövrəni, hər hansısa bir yükü qidalandıra bilərik. Məsələn, telefonumuzu götürüb həmin bu nöqtədəki hissəyə telefonumuzun bateriyasına gedən xəttinin plusunu, bu hissədən bir dənə xətt götürüb minusunu qoşub, deyək ki, telefonumuzu şarj eləmək istəyirik. Bu artıq mümkün deyil. Yəni uğurlu bir qoşulma deyil. Bunun səbəbini indi izah edəcəyik. Gərginlik bölücü dövrənin çıxış nöqtəsindən ayrılmış hissəyə hər hansısa bir yükü birləşdirdikdə və bu yükü qidalandırdıqda artıq bu nöqtədəki gərginliyin qiyməti aşağı düşmüş olur. Şərti olaraq birinci rezistoru R1, ikincini R2, yuxarıdakı ən son olaraq qoşduğumuz rezistor isə R3 və yaxud da R3 olaraq adlandıraq ki, sonradan qoşulub və bu R3 telefon da ola bilər, LED də ola bilər, lampa da ola bilər, motor da ola bilər və s. Və biz bunu qidalandırıb işlətməyə çalışacağıq. Həmin bu nöqtədə olan birləşməyə əsasən R3 və R2 rezistor kombinasiyası özü birlikdə bir paralel birləşmə əmələ gətirir. Beləliklə, final olaraq bizdə bu paralel kombinasiyanın qiyməti 0,910 kilo ohm olmuş olar. Nəticə etibarilə R1 rezistorunun qiyməti ilə müqayisə edildikdə 10 kilo ohm və 0,9 kilo ohm arasında 10 dəfədən də çox fərq var. Deməli, buradan belə qənaətə gəlirik ki, bu formada qoşulma zamanı artıq bu nöqtənin gərginliyi təxminən 10 dəfə əvvəlki ilə müqayisədə aşağı düşəcək. Bu da simulyasiya zamanı müşahidə edəcəyik. Təxminən 0,4-0,5 volt civarı müşahidə edilmiş olur. Hər hansısa bir rezistoru, bir yükü, bir telefonu və s. biz gərginlik bölücü dövrənin çıxış nöqtəsinin köməkliyi ilə qidalandıra bilmərik. Ona gərginlik verə bilmərik. Bəs nə üçün istifadə olunacaq? Bu nöqtənin köməkliyi ilə biz məsələn rezistiv əsaslı bir ardıcıl birləşmə ilə bir sensor qoşulur. Tutaq ki, fotorezistor qoşulur bu hissəyə və yaxud da bu hissəyə bir dənə də fiks müqavimət qoşulur. Bu ardıcıl qoşulmanın nəticəsində bu nöqtədəki gərginliyin qiyməti məsələn Arduino'nun köməyi ilə oxunur. Həmin oxunma zamanı dəyişən qiymətlər artıq bizdə rezistiv sensorun parametrinin dəyişməsinə əsasən öz qiymətini dəyişir. Biz də buna uyğun olaraq müəyyən edirik ki, tutaq ki, müqavimət dəyişməsi baş verdi, azaldı və yaxud da artdı bu formada. Və ya bu gərginlik bölücü dövrənin köməkliyi ilə hər hansısa bir dövrədə tranzistorun bazasına gələn siqnalı müəyyənləşdiririk. 2 ədəd rezistor ardıcıl şəkildə birləşir Thevenin teoreminə əsasən və bu orta nöqtədən çıxaraq bipolyar tranzistorun işləməsi üçün həmin bazaya cəryan lazımdır. Bunu bu formada bazaya cəryan həmin nöqtədən tətbiq edərək onu işlədirik. Biz ilk növbədə hər bir rezistorun, ələlxüsusda bu orta nöqtədəki hissənin çıxış nöqtəsinin gərginliyinin qiymətini ölçək. Daha sonra bir R3 müqaviməti gətirək və ona uyğun qiymətin necə dəyişdiyini müşahidə edirik. Bir ədəd voltmetr gətirirəm. Voltmetrin ikinci rezistorun üstünə qoşularaq ölçülməsi qeyd elədik ki, elə bu orta nöqtənin çıxış nöqtəsinin gərginliyinin ölçülməsi anlamına gəlir. 2,5 volt olması R1 rezistorunun üzərinə də 5 voltun yerdə qalanının, yəni digər 2,5 voltun düşməsi anlamına gəlir. İndi biz R3 müqavimətini gətirək. R3 müqaviməti bizdə 1 kilo ohm idi. Bunu yerləşdirdik və voltmetri də həmin kombinasiyanın üzərinə paralel şəkildə eyni formada qoşuruq. Nəticədə 1 kilo ohm və 10 kilo ohmluq paralel kombinasiyanın gərginliyini bu voltmetr ölçmüş olacaq və indi müşahidə edəcəyik ki, bu nöqtənin gərginliyi xeyli dərəcədə aşağı düşür. 0,41 volt gərginlik bölücü dövrənin çıxışındakı gərginliyin qiymətidir. Bu voltmetrin köməyi ilə oxuyuruq. Digər bir voltmetr də gətirərək R1 rezistorunun üzərinə yerdə qalan gərginliyin düşüb düşmədiyini yoxlayaq. Gördüyünüz kimi 5 voltun yerdə qalanı da R1 rezistorunun üzərinə düşür. Buradan belə final qənaətə gəldik ki, gərginlik bölücü dövrənin orta nöqtəsinin köməyi ilə hər hansısa bir yükü qidalandırmaq, ona gərginlik tətbiq etmək olmaz. Həmin paralel birləşmə əmələ gəlməsi nəhayətində bu hissənin gərginliyi də aşağı düşmüş olur.
Bizim bu dövrəni və mövzunu analiz etməyimiz üçün bizə kömək olan əsas qanunlar, Ohm qanunu, Kirchhoffun birinci xüsusən 52-ci qanunu köməyimizə çatdı. Bu baxımdan əgər həmin videoları izləməmisinizsə, tövsiyə edərdim ki, playlistə daxil olaraq həmin videoları da qaçırmadan izləyəsiniz. Növbəti videolarda görüşmək ümidi ilə sağ olun, salamat qalın.